Baba, İsmail hardadır bəs? Damdaydı. Düşer birazdan. Düştü. İsmail! Oğlum, İsmail'ım, nə oldu axı sənə? Qanı istidir, təzə yıxılıbdı. Cavandı. Kanı kaynayan vaktidir. Nə danışırsınız siz? Təcili yardıma zəng eləyin. Koş koş koşam ben. İçmişem ey koşam ben. Koş koş koşam ben. İçmişem ey koşam ben. Sorulsalar kimem ben. Sorumuz Hüseyin'em ben. Sorulsalar kimem ben. Komandir şüpheli Kamaz'ın arkasından ayrılmayın diyen de bunu nezarda tutmuştu. Reis, nəsə problem var? Bize sərhəddən qaçaq yük geçirmək isteyenlerle bağlı məlumat gelip ona göre reyd geçirdirik. Hansı köpək olursa taparsınız inşallah. Bize gelen məlumatlara göre sarı yük maşınında bığlı, qarınlı, göy saruçkalı, təxmini 40-50 yaşlarında bir kişidir. Kişi deməsən Allah, nə? Bığlı, qarınlı, göy sarıçqalı. Nə daşıyır ki bu? Uran daşıyırmış. Zibilə qalsın. Bir dakika, senin bığın var, qarnın ve göy saruşkan da var. Maşının da sarıdır. Uran daşıyan yük maşını tapıldı. Təcil 4-cü məntəqəyə gəlin. Axtarılan maşın tapılıb. Sənə yaxşı yol, Hüseyin. Deməli, Uran daşıyan maşın buymuş. Açın görək arxasını. Baş üstə, komandir. Ura, yaradacaq yeni qalmaqal, endirəcək zərbələr, sənələri davadal. Ura, yaradacaq yeni qalmaqal. Şort vəzmi. Bu Uran biz axtardığımız Uran değil. Komandir, biz həmin şoförü biraz əvvəl gördük. Uzağa getmiş olmaz. Çata bilərik. Əskər, onda təcili özünüzü həmin maşına çatdırın və arxasından ayrılmayın. Qardaş, barmağıma tikan batır. Bir də bu çıxardım. Hakim, vəziyyəti necədir? Sağ qalacaq? Bir dəqiqə, üzr istəyirəm. Hə qardaş, təptəzə ürəkdir. 97-ci ildir. Axır qiymətdir. Aha. Sizlə damar söhbət eləməyəcəm ki. Ha, xoşunuz olsun. Oldu, indi yollayaram. Alo, qulaq as. Deməli durub gedirsən 28 maya. Metroda sosun yanında gözləyirsən. Oldu. Hə, buyurun. Siz hansı xəstənin yaxınlarısınız? İsmail'in, həkim, İsmail'in. Həkim, xəstənin ürəyi getdi. Bilirəm, mən yollamışam 28-ə. Oldu həkim. Həkim, mən gedim. Get, yaxşı yol. Skeletə dönmüsən, dayı. Sümüklərini görünür. Adam kimi yeməyi yeyib fikir ver özünə. Sən can. Hə, keçək İsmaila. Xəstənin başı zərər görüb, bayaq uşaqlarla birbaşa rəngin çəkdik və İsmailin beynində bədxassəli şiş tapdıq. Necə yəni bəd? Very bad. Rəngini verəcəm, şişə özünüz də baxa bilərsiniz. Bu xəstəlik 10 milyardda bir görünən xəstəliklərdəndir. Həkim, indi nə olacaq bəs? Özünə nə vaxt gələcək? Biz əlimizdən gələni elədik. Demək istəyərdim, amma demirəm çünki eləmədik. Biz əlimizdən gələni eləsək, oho, ölkədə xəstə adam qalmaz. Sizə geriyə ancaq dua eləmək və gözləmək qalıb. Nəsə təbii gəldi, mən çıxım balkona birbaş rəngin çəkim. Mama, atama zəng eləyib deyək bəlkə. Yo, tələsər başına bir iş gələr. Bu nə idi ha, başıma gəldi? İş? Aha, kişinin başına iş gələr də. Başına nə iş gələr ki, mama? Nə bilim ay Musa, min cür iş gələr. Alo, mən Bakıdayam. Malları mərkəzə gətirim. Yox, sen yox.
Mərkəzimizi partlatdılar. Uranı bizdən almağa çalışanlar var. Mallar sənə əmanətdir. Təhlükəsiz bir yerdə gizlət onları. Nə? Harda gizləyim axı mən bunları? Zibil. Malları təhlükəsiz bir yerə qoydum. Öz yerimdir. Sizdən xəbər gözləyəcəm. Bəs oğlum hansı otaqdadır? Bunlar reanimasiyadır. Siz məni izləyin. Kim bilir nə dərdləri var. Allah köməkləri olsun. Oğlum İsmail, nə oldu sənə? Niyə bu günə düşdün axı? Kaş ki heç çıxıb getməsəydim. Kaş ki yanında olsaydım. İndi heç ağzını açıb danışa da bilmirsən. Danışa bilmirəm, amma zato sizdən fərqli olaraq 150 IQ-m var. 150 IQ-m var, hə? IQ-nun nə dəxlisi var ki? Belə demədim axı. İsmail, bir dənə tez-tez təkrarla da bu sözü. Ağacda alma, amma tez-tezdir. Bəsdir da ata. Heç olmasa yaşlı yuxadı. Of ata. Yaxşı, yaxşı İsmail. Neyniyim sən üçün, nə istəyirsən? O yana döndər məni. Başqa nə? Bu yana döndər məni. Sonra nə? Təbibə göndər məni. Həkim, ay həkim! Xəstəxanada olduğum müddətdə çox fikirləşdim. Mən nəyin axtarışındayam? Pul və canan. Hamının axtardığı şeylər. Axtardıqlarımız məlumdursa, onları tapmaq çox asan olmalıdır. Amma bizim axtardığımız şey tam olaraq canan və pul deyil. Onların bizə gətirəcəyini düşündüyümüz xoşbəxtlikdir. Pis tərəfi odur ki, gətirməyəcəklər. Heç bir şey bizə davamlı xoşbəxtlik gətirmək qabiliyyətində deyil. Amma yenə də xoşbəxt olduğunu iddia edən adamlar var. Gəlin onlardan birindən niyəsini soruşaq. Salam. Siz xoşbəxtsiniz? Bəli, mən xoşbəxtəm. Niyə xoşbəxtsiniz? Çünki mən axmağam. Və əslində xoşbəxt olub olmadığım haqqında yetərincə düşünə bilmirəm. Çox sağ olun. Demək ki, xoşbəxtlik insana düşünməyi buraxanda gəlir. Yəni əslində gəlmir. Sadəcə xoşbəxt olub olmadığı haqqında fikirləşmir və beləliklə xoşbəxt olmadığının fərqinə varmır. Bunu tək mən demirəm. Mark Twain ağıl və xoşbəxtlik imkansız bir kombinasiyadır cümləsi ilə dediklərimi təsdiqləyir. Ağıl və xoşbəxtlik imkansız bir kombinasiyadır. Onsuz da xoşbəxt bir adamın uğur qazanması az hallarda olur. Elə fikirləşin ki, xoşbəxt adamlar 2 litrlik butulkadır. 2 litr su ilə dolmaq onları xoşbəxt edir. Amma biz xoşbəxt olmayanlar butulka deyilik. 2 litr, 10 litr, 100 litr bizi heç vaxt doldurmayacaq. Biz həmişə daha böyüyük. Dolmasaq belə onlardan çoxuq. Sokratın da dediyi kimi, xoşbəxtlik daha çoxunu istəyərək deyil, daha azından həzz alaraq əldə edilir. Xoşbəxtlik daha çoxunu istəyərək deyil, daha azından həzz alaraq əldə edilir. Yəni ki, xoşbəxt adam aza qanedir, stabilliyə keçmiş adamdır. Halından razıdır, daha çoxunu istəmir. Monotondur və azad deyil. George Orwell isə bu haqda deyir. İnsanlar xoşbəxtlik və azadlıq arasında qəti bir seçim eləmək məcburiyyətindədirlər və onların çoxu üçün xoşbəxtlik daha uyğun variantdır. İnsanlar xoşbəxtlik və arasında qəti azadlıq seçmək necə idi ala? Bir dəqiqə, dilim ucundadır. Təzədən deyəcəm. İnsanlar xoşbəxtlik və azadlıq arasında seçim eləsinlər. Yox, bu çox qısa oldu. Belə deyil. Nəsə belə bir şey idi. Demin, gözləyin, özüm tapacağam. Ayda, seçim arasında nə? Azad olsunlar. Yox, seçim arasında alınmır. İsmail, olar mən yadıma salım, sonra çıxım. Qəbul eləyək ki, xoşbəxt deyilsinizsə, uğra xoşbəxt insanlardan daha yaxınsınız. İndi isə mənim önümdə 2 növbəti məqsəd var. Pul və canan. Onları necə əldə edəcəm? Çox rahat. Hay Cambrad. Sokrat demədim, çox rahat dedim. Musa, sən nə yaxşı özündən gətirib bu? Həkim bizimkilərə deyib ki, İsmaili tək qoymasınlar, huşu itə bilər. Ucuz ayaqqabılar Instagramda şəklimi bəyənib. Ucuz ayaqqabılar? Bu adam babatdır ya. Tam bizdikdir. 43 razmerdir, 100%. Bunun ayağına babat gedərəm ha. Çok oturaram. Yetim bu sənə bəyənməz, ucuz geyinənə oxşamır. Bu dəri bəyənər, dəri. Amma sən nəsən? Delmantinsən. Başqa nə yirsiniz uşaqlar? Nə ilə məşğulsuz? Təzəlicə turizm şirkətində işə girmişəm. Nə iş görsən ki? Heç, xırda bir şeydir. Verilənlər bazasının administrasiyası və verilənlər bazasının statik məlumatlarının çıxarılaraq onların əsasında şirkətin mühüm strateji mövqeyiləndirilməsi üzrə baş mütəxəssisəm. Maaşın nə qədərdir? 400 manat. İsmail, bəs artistlik eləmə də, dur ayağa bir söz denə. Həkim demişdi ki, bir həftəyə ayağa qalxacaqsan.
Yaxşı, hər şey çox sadədir uşaqlar. Pul qazanmalıyıq. Axırıncı dəfə sən hər şey çox sadədir deyəndə fikir qazandı da biabır olmuşduq. Bu dəfə nə fikirləşmisən? Bizə iş qurmaq üçün ilkin maya lazımdır. Atamın Musa ilə mənə ev tikdirmək üçün aldığı torpağı 3 qat qiymətinə satacağıq. Hətta onun yanındakı Əbdül dayının da torpaqlarını satacağıq. Onsuz da neçə ildə alıcı axtarırdı. Necə? Azərbaycanda bir şeyi ən baha qiymətə kimlərə sata bilərsən? Ərəblərə. Yaxşı 3 evin sığacağı torpağa hansı ərəbə sata bilərsən? 3 arvadlı ərəbə. Niyə? Çünki varlı ərəblər hər bir arvadına ayrı ev alırmış. Amma hamısını nəzarətdə saxlaya bilmək üçün bir-birinə yaxın ərazidə alır. İndi siz deyəcəksiniz ki, biz bu həm 3 arvadı olan, həm də Bakıdan ev almaq istəyən ərəbləri necə tapacağıq? Çox sadə. Turizm şirkətində işləyən Çingiz qardaşımız bizə 3 qadınla Bakıya gəlmiş və qayıtma bileti almamış ərəblərin kontaktlarını təşkil edəcək. Ağlıma yatmağa başlayır. Tutaq ki, torpaqları satdım. Bəs bu maya ilə nə iş quracağıq? Hamısını hesablamışam. Hələ ki ərəb məsələsini həll eləyək. Alo, Habibi, alo, səsin gəlmir. Hə, bibi, eşidirəm indi. Aha, aydındır bibi, yaxşı. Sağ ol. Pulları götürmüşəm. Açar da darvazanın üstündədir. Mübarəkdir, sağlıqla, özünüzə yaxşı baxın. Güldüyünü eşitdim. Yox, gülmədim. Güldün. Gülmədim. Nəysə uzatmıram. Amma bilirəm bunun bizi biri çıxacaq. Bu pis adam gülüşü idi. Mən evdən aralanan kimi başınıza bir iş açırsınız. Biz neyniyəyə Hüseyin? Olacağı varmış oldu da. Nədənsə mən evdə olanda heç kəsin barmağı da qanamır. Qanamır? Ne oldu be, qanamırdı hə ata? Səhv çıxdın? Mama parmağım qanıyırım, keçsin. Mama qurban, keçdi. Keçdi elə bil. Mama niyə mamalar öpəndə yara tez sağalır? Mamalarla əlaqəsi yoxdur. Tez sağalır çünki ağız suyunda afiorfin adlı ağrı kəsici maddələr var. Hə? Malay, sən daha yemək bişirə bilmirsən. Axır vaxtlar yeməklərin dadsız olur. Belə getsə yenə pizza sifariş verməli olacam. Məsələ yeməyin dadsız olmağı deyil baba. Qocaldıqca insanın dilindəki dad alma vəzləri fəaliyyətini itirir. İsmail, o nə danışıqdı babanla danışırsan? Qoca olduğunu niyə üzünə deyirsən? Bir ayağı çuxurdadır. Qoy heç olmasa bu 1-2 ili rahat keçirsin. Yalanla yaşamaqdansa qoy həqiqətlə ölsün. Artist, buna bax, dahi filosof çıxıb başımıza. Shit. Mələk, mən bundan ağlım bir şey kəsmir. Nəsə olub bu uşağa. Bəlkə gedim həkimdən danışım. Getmə Hüseyin. Həkim beyni arada gəlib gedəcək demişdi. Buna görə dərman yazdı. Bayaq birini atdırmışam, təsir eləyər yəqin birazdan. Hər şey plana uyğun gedirdi. Növbəti addımları atmaq üçün pul çantasını da götürüb uşaqlarla görüşdüm. Amma gözlənilməz hadisələr oldu. Salam, nəsə sifariş verirsiniz? Yox hələ, uşaq gözləyirik. Təbrik edirəm, neçə aylıqdır? O mənada yox Bilirəm nə mənada. Adam kimi sifariş verirsinizsə verin, vermirsinizsə rədd olub gedin. Adam gözləyirəm deyib 5 satsın kimi oturan o qədər adam görmüşəm mən. Ciblərində 5 qəpikləri yoxdur, gəlib otururlar. Vapşı bilirsən nə var? Ən bahalı yeməyinizi də alırıq, bu klubu da alırıq. Lazım gəlsə səni də alarıq, pulumuz var bizim. Ciddən aldıq ha klubu. İndi buranı biraz təmir elətdirməliyik. Elətdirək də, pulumuz var bizim. Of, piyada bura gəlib getməkdən yoruldum. Maşın alarıq da, pulumuz var bizim. 50 minə ver götürək dayı. Oğul, valla olmaz Bu maşının qiyməti 30 mindir. Niyə atış gəlməzsə mən? 30 min ver götür. Pulumuz var bizim. Maşınınızın danışmasını istəyirsinizmi? Onda Professor Zaman bəyin tuninginə müraciət edin. Danışdırdaq da, pulumuz var bizim. Çingiz, oradan bir dənə arxa qapının altındakı cibi, qaşı da sən canı. Yaxşı, buradır qaqa. Aşağı biraz. Ha, qıdığım gəl. Ora, dayan, bəs ha, eləmə, dayan. Avariya dayan. Ciddi klub bizimdir o şey. Açılışı qəşəng eləmək lazımdır. İsmail, maya nə qədər qalıb? 5 gün. Onu demirəm, pulu deyirəm. Qalmayıb.
Zibil, musiqiçilər yaddan çıxıb. Bu nə də belə? Axmaq ol. Nə qəşəng şeysən sən. Bura bax görüm gözəl. Musiqiçiləri hansı pulla çağıracağıq? Musiqiçilərə ehtiyac yoxdur. Özümüz oxuyacağıq. Pis insanlar deyib onlardan qaçıram. Güya özüm dəhşətli işıq saçıram. Başı aşağı arada itib batır. Gah sağa, gah sola, gah da ortada qalır. Bu nə zulüm, bu nə zulüm. Tez gəlsin sonum çatsın, özümə qəbir qazım. Girim içinə, yatım ölüm. Gözlərimdə yaş, qəlbim olub daş. Neyniyim qardaş, belə fırlanır bu dünya. Gözlərimdə yaş, qəlbim olub daş. Neyniyim qardaş, belə fırlanır bu dünya. Əl hara gedirsən? Əl bura girmək olmaz. Nətəryan olmaz? Bura mənim öz torpağımdır. Sən kimsən? Bura artıq bizə aiddir, habibi. Oğlum buranı bizə satıb. İçindəki də uran bizindir. Sağ olsun, uranı torpağın üstündə pulsuz verdi. Bəlkə də xəbəri yox idi. Bilmirəm, orası sizin işinizdir. Nə danışırsan sən? Mənim vəzifədə tanışlarım var. Uzatmadan rədd olun buradan. Bizə keçmir, habibi. Bu müharibə deməkdir. Sizi gəldiyiniz yerə yollamasam mənə də Tormuz Hüseyin deməsinlər.